Azad edilən ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri iqtisadi dirçəlişi sürətləndirir. Böyük qayıdış proqramı çərçivəsində icra olunan strateji layihələr regionun simasını dəyişir. Bu layihələr arasında Ağdam Sənaye Parkı xüsusi əhəmiyyətə malikdir. 190 hektardan çox ərazini əhatə edən park artıq Qarabağın sənaye potensialının bərpasında əsas mərkəzlərdən birinə çevrilib. Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərdə iqtisadi fəallığın bərpasında mühüm rol oynayır. Burada yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyi qısa müddətdə parkı investorlar üçün cəlbedici məkana çevirib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələr həm daxili bazarın tələbatını ödəyir, həm də ixrac imkanlarını genişləndirir. Belə müəssisələrdən biri də ayaqqabı fabrikidir. Müəssisədə istifadə olunan xam mal əsasən Almaniya, Fransa və Türkiyədən ixal olunur və yerli istehsalda tətbiq edilir. Təxminən 70 nəfərə yaxın əməkdaşımız var, hazırda bizə çalışır. Əməkdaşlarımızın 95%-i Ağdam rayonundandır. Fabrikimizdə Almaniyanın ən yüksək texnologiyası olan desmo avadanlıqlarından istifadə edirik. Bir neçə ölkə ixracımız reallaşıb. Bu, əsasən Rusiya, Qazaxıstan, bəzi ərəb ölkələri artıq ixracımızı etmişik. Hətta keçən həftə təxminən 2100-ə yaxın Qazaxıstana yeni partiya mallarımız yenə ixrac olundu. Müəssisədə hazırlanan xüsusi təyinatlı ayaqqabılar və poliuretan çəkmələrə artıq qlobal bazarda ciddi tələbat var. Fabrikin illik istehsal gücü 360 min cüt xüsusi təyinatlı ayaqqabı və 150 min cüt poliuretan çəkmə təşkil edir. Burada sifarişçilərin istəyinə uyğun müxtəlif mühafizə siniflərinə aid və fərqli rənglərdə məhsullar hazırlanır. Hazırda 2 növbəli rejimdə çalışan müəssisədə gündəlik 1500 cütə yaxın məhsul istehsal olunur. 15-ə yaxın bizim modelimiz var. Hətta yeni modellərimiz var, hansı ki bunu digər ölkələrə də ixrac etməyə planlaşdırırıq. Gördüyünüz kimi müxtəlif təhlükəsizlik sinifinə və malik, müxtəlif modellər və müxtəlif rənglərdə istehsal olunur. Hansı ki belə deyim, müştərinin istəyinə uyğun biz bunların belə deyim, həm modellər təklif edə bilirik, həm istədikləri rənglərə uyğun, həm daban hissəsində, həm üst hissəsində müştərilərimizə təqdim edə bilirik. Biz bura müraciət elədik və işlə də təmin olundu. Bir müddətdə işləyirik, hər şeydə çox gözəldir. Azərbaycanın ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı azad edilən ərazilərin iqtisadi mühərrikinə çevrilir. Artıq 35 biznes subyektinin fəaliyyət göstərdiyi parka sahibkarlar 150 milyon manata yaxın sərmayə yatırıb. 2024-cü illə müqayisədə ötən il satışın həcmi rekord həddə 1 milyard 387 milyon manata çatıb. Burada 1000-ə yaxın yeni iş yeri yaradılıb və işə qəbul zamanı əsas üstünlük Ağdam və ətraf rayonların sakinlərinə verilir. Sənaye Parkında sahibkarlar tərəfindən indiyə kimi 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixracın payına düşür. Satış göstəriciləri 2024-cü ildə 22,3 milyon manat təşkil etmişdirsə, 2025-ci ildə bu rəqəm 1 milyard 387 milyon manat olmuşdur. Eyni zamanda ixrac həcmi 2024-cü ildə 20 min manat olduğu halda 2025-ci ildə bu rəqəm 62,3 milyon manat təşkil etmişdir. Ağdam Sənaye Parkındakı bu inkişaf dinamikası regionun sürətli bərpasının və böyük qayıdış proqramının uğurlu icrasının bariz nümunəsidir. Müəssisələrin sayının artması təkcə iqtisadi göstəriciləri deyil, həm də doğma yurduna dönən insanların məşğulluq imkanlarını genişləndirir. İstehsal olunan məhsulların Made in Azərbaycan brendi ilə dünya bazarlarına çıxması isə işğaldan azad edilən torpaqların ixrac potensialını artırır.